Böyrək çaşmamazlığının tam müalicəsi bu nə deməkdir? Bu haqqda ətraflı danışmaq istəyirəm. Bu hansı hallarda mümkündür? Yalnız birincili böyrək çaşmamazlığı hallarda mümkündür. Yəni böyrəyin özünün funksiyası pozulur və nəticədə böyrək çaşmamazlığı yaranır. İkincili böyrək çaşmamazlığında bu müalicənin effekti yoxdur. Bunlara aiddir sidik yollarının patologiyası və böyrəyə gələn damarın pozulması nəticəsində, damar patologiyası nəticəsində yaranan böyrək çaşmamazlığında bu müalicənin effekti yoxdur. Tam müalicə dedikdə, yəni nə dializ, nə həkimlərin istifadə elədiyi standart müalicə deyil. Bu 3 ay ərzində xüsusi müalicədir və nəticədə böyrəyin funksiyası tədricən bərpa olunur. Əgər siz də böyrək çaşmamazlığından əziyyət çəkirsinizsə, bizə müraciət edin. Biz ilk növbədə aydınlaşdıraq ki, birincili böyrək çaşmamazlıqdırsa, bu halda tam müalicə olunacaqsınız və böyrək çaşmamazlığından qurtulacaqsınız. Meditürk Global, sağlamlığın doğru seçimi.